Maya xanım, ilk sualımız sizə belədir ki, Maya xanım kimdir? Bunu yəni yəqin ki, xarakterimlə bağlı sual verirsiniz. Biraz eqolu, o bürcümdən irəli gəlir. Hər zaman deyirlər, yəni şir bürcü bilirsiniz də, sosial şəbəkə bağlansa 50% müğənni unudulacaq, yaddan çıxacaq. Ən başda da təhsili olmayan, sənəti olmayan insanlar. Bir müğənni üçün canlı oxumaq şərtdirmi? Əlbəttə şərtdir. Əlbəttə ki, əgər bir müğənni canlı oxuya bilmirsə, demək ki, onun sənəti yoxdur. Pulu yoxsa sənəti seçmisiniz? Yaxşı sənəti bacaran insan zaman gələndə pul da yaxşı qazana biləcək. İlk sualımız sizə belədir ki, Maya xanım kimdir? Bunu yəni yəqin ki, xarakterimlə bağlı sual verirsiniz. Biraz eqolu, o bürcümdən irəli gəlir. Hər zaman deyirlər, yəni şir bürcü bilirsiniz də. Eqolu, çılğın, ciddi, gülərüz olduğum qədər də, yəni soyuq xarakterim də var. Bir gün sosial media bağlansa, sizcə hansı müğənnilər unudular? Əlbəttə ki, sosial şəbəkə bağlansa 50% müğənni unudulacaq, yaddan çıxacaq. Ən başda da təhsili olmayan, sənəti olmayan insanlar. Yəni siz demək istəyirsiniz ki, hal-hazırda gündəmdə olan müğənnilərin 50%-nin sənəti yoxdur. Mən qanla qaldan qaçan insana sizin suallarınız. Kimlərsə söz atmaq istəmirəm. Yəni bu şəkildə də yəni gündəmə gəlmək istəmirəm. Ancaq deyə bilərəm ki, təhsil önəmlidir də, yəni bu işdə insan hər hansı bir işlə məşğul olursa olsun, yəni təhsil orada önəmlidir. Biri gedib yəni təhsilsiz həkimlik edə bilər və yaxud da müəlliməlik edə bilər. Xeyr. Xeyr, əlbəttə. Əlbəttə ki, ora təhsil lazımdır da, başa düşürsünüz? Yəni bu növrədir də, yəni təhsil. Əsası ya bu sübutudur, qanunu. Yəni bu müğənnilik də yəni ciddi baxılırsa, yəni ciddi şəkildə baxılırsa təhsil önəmlidir. Mən şəxsən çox ciddi baxıram və təhsilli əziyyət çəkərək təhsilini alan insanlara da hörmətim var. Təhsilsiz də irəli gedən insanlar var. O da yəni onların öz fikirləri müəyyən bir vaxta kimi, yəni. Maya xanım, siz dediniz ki, təhsil önəmlidir ilk olaraq. Bəli. Bir müğənni üçün. Maraqlıdır, sizin özünüzün təhsiliniz varmı? Bəli, əlbəttə ki, mən xanəndəliyi bitirmişəm 5 illik. Yəni 5 illik təhsiliniz var. Bəli. Maya xanım, növbəti sualımız budur ki, sizcə hər kəs oxuya bilər? Əlbəttə ki, xeyr. Hər kəsin öz işi var, öz peşəsi var. Səsi olmayan insan necə oxuya bilər? O ola bilər müvəqqəti fonoqram filan, ancaq mən onu o işin sahibi saymıram da. İnsan öz işində, yəni o necə deyim, o yetenek olmalıdır, səs də olmalıdır, sənət də olmalıdır, təhsil də olmalıdır. Yəni bu günlərin səsi olmayıb, öndə olan bəzi müğənnilər var. Onları müğənni olaraq görmürsünüz də. Ümumiyyətcə, hər əlində mikrofon gördüyüm insanlara mən müğənni demirəm. Sizcə, hər məşhura sənətkar demək düzgündür? Əlbəttə ki, xeyr. Sənətkar sözü çox özü ağır və məsuliyyətli. Sənətkar heç mən özüm də sənətkar deyiləm. Sənətkar olmaq üçün də illər, əziyyətlər, bir təhsil yox, bir neçə təhsil almaq lazımdır. Həqiqətən də müəyyən çətinliklər var, onları keçmək lazımdır. İnsan demək olar, sənətkar olmaq üçün, bilirsiniz, insan demək olar ki, ömrünün yarısı o sənətə qurban gedir də, yəni belə bir şeydir. Yəni hər məşhur necə sənətkar ola bilər? Məşhurluq, hər insanın özünə məxsus məşhurluğu var. Elə insan var ki, yəni sadə bir insan da məşhur ola bilər. Yəni yüngül bir hərəkət edə bilər, onunla da tanınıla bilər. İnsan bir-birini döyür, o da gedib məşhurluq ola bilər. Yəni gedib düşər sosial şəbəkə, yəni səmimi danışaq da. Sizcə Maya xanım, bir müğənni üçün canlı oxumaq şərtdirmi? Əlbəttə şərtdir. Əlbəttə ki, əgər bir müğənni canlı oxuya bilmirsə, demək ki, onun sənəti yoxdur. Bu mənim özümə də aiddir.
Əgər mən özümə də sual vermişəm, Maya, sən canlı oxuya bilmirsənsə, təhsilin yoxdursa, canlı oxuya bilmirsənsə, demək sən müğənni deyilsən. Ona görə mən həmişə istəmişəm, bu sənətə sevmişəm. Ancaq müəyyən pillələr var, onları keçib gəlincəyə kimi hərəkət eləməmişəm. Ən başa təhsil almaq və canlı oxumaq. Bunları bacarandan sonra mən mikrofonu əlimə ala bildim, efirə çıxa bildim və yaxud özümə müğənni deyə bildim. Maya xanım, sizcə Azərbaycan musiqisində ulduz xəstəliyinə tutulan ifaçılar çoxdur? Gərək ulduz olasan ki, ulduz xəstəliyini tutasan. O da ki, yaraşana. Bu gün mahnı zövqünün korlanmasında xalq günahkardır, yoxsa müğənni? Müğənniləri günahlandırmaq elə də çox olmaz. Çünki bilirsiniz, kim nəyi dinləyir, nəyi tələb edir, onu təqdim edirlər. Əgər bugün mən yaxşı mahnı oxumağı bacarıramsa, mən pis oxuyanları pis deyə bilmərəm də. Yəni bu haqsızlıq çıxar. Yəni onlar dinləyiciləri var ki, onlar onu oxuyurlar da. Mən görmüşəm də bunu. Elə mahnı var ki, inanın ki, məndən onu istəyiblər ki, ifa edim də toyda. Mən utanmışam. Mən xoşuma gəlməyib də, sevməmişəm. Utanmışam deyəndə belə pis çıxmasın, amma xoşuma gəlməyib, ifa eləmək istəməmişəm. Ancaq onu YouTube-dan qoyublar. Elə gözəl ürəklə də oynayıblar. Ona görə hər kəsin musiqi zövqünə hörmət eləmək lazımdır, mən düşünürəm. Kateqoriya söhbətləri var da, açığı deyim. Hər kəsin özünün, öz dinləyicisi var. Açıq deyək, pulu yoxsa sənəti seçmisiniz? Yaxşı sənəti bacaran insan zaman gəldikdə pul da yaxşı qazana biləcək. Mən ən başda sənəti seçmişəm. Də bilir ki, mən bu sənətə gələndə hətta öz cibimdən müəyyən bir məbləğlər xərcləyib gəlmişəm. Bir müddət keçəndən sonra başa düşmüşəm ki, əgər sənəti yaxşı bilmirsənsə, insan sadəcə itirir, pulunu da itirir, vaxtını da itirir. İşini yaxşı bilən, sənəti yaxşı bilən insan hər zaman pul qazanacaq, qazanmağı da biləcək. Ona görə birinci növbədə sənət. Sizcə şou biznesdə dostluq varmı, yoxsa hər kəs maska taxır? Mənə görə əlbəttə ki, yoxdur. Çünki bu iş elə bir işdir ki, hər kəs bir-birinə rəqabət aparır. Hamımızın işi bir olduğu üçün burada bəy də, xanım da dost ancaq sənət yoldaşı, sənət dostu ola bilər. Belə çox ailəvi dost, yaxın dost mən o haqqda düşünmürəm o dərəcə, səmimi dostluq ola bilər. Sənət yolunda tanınmış simalardan dəstək gördünüzmü? Xeyr. Əksinə, dəstək əvəzinə demək olar ki, çoxu köstək oldular. Bu iş elədi ki, bu işə çox çətin bir işdir həqiqətən. Mən dünyada da ən çətin insanları demək olar ki, bu sənətdə gördüm də, paxıl. Demək olar ki, ən çox da kişi müğənnilərə aiddir. İnanın ki, mən ən çox paxıllığı, insanın yolunu kəsmək kişi müğənnilərdə bunu gördüm. Ona görə dəstək qətiyyən. Mən onu bildiyim üçün də ona görə heç vaxt heç kimdən dəstək istəməmişəm. Özüm bacardığım qədər, öz gücümə addımlamışam. Çünki bu işdə heç kimə dəstək olmur, təmənnasız həqiqətən. Əksinə qarşısını almağa çalışırlar. Mən bunu dəfələrcə görmüşəm. Yeni başlayanlar üçün çox çətindir. Sponsorsuz bir müğənni irəli gedə bilər? Gedə bilər. Səsi olan, həqiqətən, səsi olan, oxumağı bacaran insan xalq dəstək olar. Xalq ona sponsor olar, irəli gedə bilər, bəli. Maya xanım, uşaqkən unuda bilmədiyiniz bir an varmı? Belə açığı, uşaq vaxtı elə acı anlarım olmayıb. Ancaq müəyyən səbəblərdən valideynlərimlə çox vaxt keçirə bilməmişəm. Valideynlərimin yanında az olmuşam. Ona görə həmişə mənim ürəyimdə valideynlərimə qarşı darıxmaq, valideynlərimdən doymamaq, belə bir hisslər olub. Bu hələ də indiki yaşımda da belə valideynlərimə qarşı o hiss edirəm ki, doymamaq valideynlərimdən, darıxmaq, hər zaman o məndən o hiss var, hiss edirəm onu. Həyatda itirməkdən qorxursunuzmu? İtirmə qorxusundan keçib artıq. Ancaq istəmərəm ki, heç vaxt qürurumu itirim. Çünki qürursuz insanları da heç vaxt sevmirəm mən. Ən təhlükəli insanlar da qürursuz insanlardır. Qürur insanın
dik tutan, xarakterin bəlli edən bir şeydir. İstəmərəm yəni qürurum itsin heç vaxt. Maya xanıma görə sevgi nədir? Heç vaxt yəni sevmədiyim üçün ona görə o duyğuları bilmirəm, açığı bilmək də istəməmişəm. Ancaq sevən insanlara da hər zaman hörmətim olub. Sevən insan hər zaman fədakar insanlar olur. Yəni, gerçək sevgidən söz gedirsəz. Gerçək sevgi hər zaman fədakarlıq tələb edir və mən də o fədakarlığa göz yumamışam və istəməmişəm. Hər zaman mənim işim, karyeram, yəni özüm də açığı deyim, tək başına yəni. Sizcə bu dünyada həqiqətən sevgi var? Bəli, var. Sevgi əlbəttə ki, var. Ancaq sevən insanlar, çox sevən insanlar hər zaman uduzan insanlardır. Kim çox sevir, ən çox o uduzur. Ona görə mən hər zaman bu duyğulardan, bu hisslərdən qaçmışam. Heç vaxt sevməmişəm, sevmək istəməmişəm çünki. Ətrafımı, çevrəmi sevmişəm, dostlarımı sevmişəm. Ancaq şəxsi sevgi heç vaxt istəməmişəm. Çünki mən uduzmaq istəmirəm, uduzmağı xoşlamıram. Maraqlıdır mənim özümə də. Hansı xarakterə sahib olan insanlardan qaçırsınız? Simit, cimri insanlar. Əli bərk olan insanların həqiqətən ürəyi də bərk olur. Soyuqqanlı olurlar onlar. Əl açıq olanların ürəyi də açıq olur hər zaman. Bəs sizin əliniz açıqdır? Əlbəttə, bunu siz də yaxşı bilirsiniz. Bəli, bəli. Əlim də açıqdır, ürəyim də açıqdır. Jest eləməyi də sevirəm. İnsan bir-birinə sevgini də sözlərdə yox, jestləri ilə göstərir. Yəni mən elə şeylərə inanıram. Əziz izləyicilər, bunu da qeyd edim ki, Maya xanım Birliyə proqramına gələn müğənnilərdən yeganə bir müğənnidir ki, əli dolu, hədiyyəli gələn bir müğənnidir. Yəni ilk müğənnidir ki, yəni bu əli boş gəlməyibdir. Axırda bir şeylərdir. İnşallah böyük uğurlara imza atarsınız, daha da gözəl qeyd edərik. İnşallah, təşəkkür edirəm. Özünüzdə olan hansı xüsusiyyətləri sevmirsiniz? Xoşuma gəlməyən insanlara tez hiss elətdirirəm ki, xoşum gəlmir ondan. Yəni o qarşı tərəf tez başa düşür ki, mən o insanı sevmirəm, xoşum gəlmir, onu çevrəmdə görmək istəmirəm. Yəni bunu gizlədə bilmirəm də, istəyərəm ki, yəni o duyğuları, o hissləri gizlədim. Bu gün də Birliyə proqramının sonuna çatdıq. Maya xanım, təşəkkür edirəm ki, dəvətimizi qəbul etdiniz. Mən təşəkkür edirəm. Həqiqətən heç belə gözləmirdim, açıq deyim. Sizə çox səmimi suallar oldu. Bu sizdən də irəli gəlir. Siz özünüz də çox xoş xasiyyətli, xoş niyyətli insansınız. Səmimi bir gün keçirdik. Mənə çox xoş oldu həqiqətən bu günümüz. Yəni izləyicilərlə də müəyyən şeyləri paylaşdıq. Əziz izləyicilərim, yaxşı ki varsınız. Sizin sevginiz var deyə biz də varıq. Öpürəm sizi qucaq dolusu, sizdən bol-bol yorumlar, bol-bol xoş sözlər gözləyirəm. Sevməyənlərim də, sevənlərim də.